Salam əziz uşaqlar. Bugünkü dərsimizdə 3-cü siniflər üçün ingilis dilində həftənin günlərini öyrənməyə çalışacağıq. Həftənin günlərini öyrənməyə keçməmişdən öncə 3 qeyd yazmışam. Bu qeydləri bilmək bizim üçün vacibdir. Çünki ingilis dilində həftənin günləri Azərbaycan dilində olduğu kimi deyil. Yəni necə? Birinci qeydimizdə yazdığımız kimi həftənin günləri xüsusi isimlərdir. Yəni ingilis dilində həftənin günləri xüsusi isimlərdir və böyük hərflə yazılır. İkinci qeyddə isə zaman bildirdikdə qarşısında nədən istifadə edirik? On ön sözündən istifadə etməliyik. Yəni əgər zaman bildirmək üçün yazırıqsa, on söz önü nə etməliyik? İstifadə etməliyik. Üçüncü qeydimizdə isə həftənin günləri cəm formasında işlənə bilir. Yəni biz həftənin günlərini yazanda cəm formasında görəndə biz onu deyə bilmərik ki, bu səhvdir. Yəni qeydi ona görə yazmışıq ki, yəni bu qeydləri bilsək, bizim üçün həftənin günləri və yaxud da summativlərdə, testlərdə düşəndə asanlıqla yaza bilək. İndi sizə misal olaraq yazırıq. Baxın, biz dedik ki, birinci qeydimizdə həftənin günləri xüsusi isimlərdir və həmişə böyük hərflə, yəni yerindən asılı olmayaraq ingilis dilində həftənin günləri böyük hərflə yazılır. Monday. Biz bunu bu cür yazsaq, yəni kiçik hərflə yazsaq, bu səhvdir. Bu olmaz. İkinci qeydimizdə isə dedik ki, zaman bildirdikdə qarşısında on söz önündən istifadə edirik. Yəni məsəl üçün biz demək istəyirik ki, bazar ertəsində biz onda onu Monday deyə yaza bilmərik. Biz onu bu qayda ilə yazmalıyıq. Yəni qarşısında 10 işarəsi olmalıdır. Əgər zaman bildirirsə. Üçüncü qeydimizdə isə biz dedik ki, həftənin günləri cəm formasında nə edə bilir? İşlənə bilir. Yəni bu nə deməkdir? Biz belə yaza bilərik. Həftənin günlərin dedik cəm formasında necə? Yəni biz bunu esi görəndə deməli deyilik ki, bu səhvdir. Yəni bilməliyik ki, həftənin günləri cəm formasında da yazıla bilər. Dear children, let's learn the days of the week. Days of the week: Monday, bazar ertəsi; Tuesday, çərşənbə axşamı; Wednesday, çərşənbə; Thursday, cümə axşamı; Friday, cümə; Saturday, şənbə; Sunday, bazar günü. Əziz uşaqlar, biz bugünkü dərsimizdə ingilis dilində həftənin günləri ilə tanış olduq. Gələn dərsimizdə inşallah görüşərik.